Mən elə bildim yıxılmaram, amma yıxdı mən sənin yoxluğun. Hər gün biraz içimdən sessiz sındım, duymadım. Mən elə bildim. Sarıçık'a sual verdim ki, ay mıyımı çok istiyorsan yoksa ay piyimi, diğer ay piyimi aymadan çok istiyorum. Sen ne diyorsun Aypa bu vakti? Ne var düzün derden ne diyeyim? Mami seni kim çok istiyor? Anora. Mənim yoldaşımdan Anora. Bölünmüşük. Bir de balam. Balam. Gel seni ver. Say dəmlədən bir adına ləyək. Gözlərini verimi tacirə. Baba hiç gəldinə çay dəmləyibsən Bakıda. Evet. Haqqı. Onun da xoşuna gəlir. Biz içimi demlemeye başladı da dedi daha içmiyor. Yox, bəyəndi. O çay içmiyor. O rapşe çay içmiyor. Gerçek. Mesela bayaqlar bir şey danışırsınız, sizə də danışır, sizə gəlin də girər. Burada gedirəm, bir dənə pozit idi. İtlər də bilirsən də maşın yanından qaçırlar. Hə. Mən də qaz verdim ki, qaçsın, sevinsin, oynasın. Qaçır, hürür. Deyirəm, bir maşın altında qaldı. Hə. Baxdım, əl çəkmirdilər. Düşəcək yerə də çatırdım, dedim, bir dənə hürüyər. Saxladım maşın pəncərəni, endirdim. Üstünə çıxırdım ki, bu nə hərəkətdir, hə? Maşının itləri qorxanda bilib aşağı əyri belə çıxır. Başa düşür. Gör, isə deyir ki, bu nə hərəkətdir? Boşa düşdü, adam kimi dil qalır. Allah, mənim oğlum nə gözəl yaraşıqlıdır. Alex, bax görüm. Görün nə qəşəngdir bu. Alex. Getmək istəyir, deyir, xaltamın ucunda tax, mən gedim. Bugün yağış ümumiyyətcə dayanmayıb da Gəncədə. Dünən hava o qədər qəşəng idi ki, bugün dəhşət pis oldu da. Mən bugün çox şəhərdə oldum, iş həll elədim və yağış olduğu üçün inanın ki, çox çətin idi sürmək. Elə bir yağış olduğundan da ya nədir, insanlar çox qəribin sürürdü bugün və probkaydı. Siz harda qalırsınız, harda belə yağış olub bugün və bilənlər yazsın, yağışlar nə vaxt bitəcək. Çünki mən çox yoruldum yağışdan, həqiqətən bezdim. Allah. Papa niyə? Soyuqdur. Ceyn. Qalanım kimi? Qaldır yuxarı. Savracıqdır da tanrı. Özü bilə eləyir. Yaxşı, mən sənə payını verirəm. Gözlə. Yaxşı. Sən mənə dip saldın? Gedirik də indi almağa. Axırıncı dəfə eləyirəm. Bax, dartsan sən, ayaqqabını tullayacam buradan aşağı. Bax, mən sənə dedim. Allah hamd olsun, tullayacam aşağı. Bax, mən sənə dedim. Bax, dart. Sən mənə dip salacaq? Alacam. Hə, tamam o zaman dəxil. Yaxşı. Hadi. Aha, bugün bir saat dayı özünə veşlər aldırıb. Shopping ediriklər. Shopping Çək elətdirib də. eləyirik, mən sizə göstərəcəm nə aldığımızı, deməli. Bugün nələr Brendi aldın? gizlədirik. Snickers. Yaxşı, yəni cəmaat bilən bilir. Dəqiqə gözlə reklam olmasın, gözlə. Mənə 17 Pro Max alır dayı, bir salada krasovkalar. Burada nəsə elə bir biraz haqsızlıq olma, amma neysə. Krasovkanı bəyəndiyimə görə iPhone 17 narıncı olsa da bu qəşəngdir, yəni alırdı. Sənə dağ rengi aldı. Al, iPhone kimidir. Deməli, ikinci krasovkan. Belə bir dənə yumuşaq. İndi dağa daşa çıxacaq burada qəbələdən necəsə oldu. Nə qəşəngdir. Sağ ol. Baxsan burada ikinci krasovkan. Elə bugün bir dənə alırsan. Yo, bu nədir belə? Baxsan burada ikinci krasovkan. Elə bugün bir dənə alırsan. Yo, bu nədir belə? Hə, bu heç, bu maraqlıdır, şalvar klasik. Bu da... Bu da pulu.
Gözü də desək tuflu. Çok güzel. Hə, tuflu. Çok güzel vapşı. Tufli yox, tuflu. Aa, ne qəşəngdir. Ya da postal deyirlər. Ayaqqabıdır. Belə. Baxın, deşiklərinə baxın burada. Hava işləsin deyə. Həqiqətən. Ağzı yox, zarafat edir. Mırtdaşıram. Deməli, bunu da bura qoyaq. Bunu çox bəyəndiyinizə görə. Və bu fərqli bir model deyil, amma buna bənzir. Biraz fərqli görürsünüz. Bir saniyə. Aha. Reklam olmasın, reklam olmasın. Bu da göy rəngdir. Yəni, görünə bilir. Bəlkə bilinmir burada işıq. Ya bilmiyorum. Olmasın. Bu da göy rəngdir. Yəni, görünə bilir. Bəlkə bilinmir burada işıq. Ya bilmiyorum. Ay maşallah mama da mama değil. Evet gözlə də burada özün gərək kadra soxasan. Özün kadra soxmalıdır. Hə. Turluyum istərsən görsün zamanında. Tur. Deməli bu da belə. Bu daha klassikdir. Görürsünüzmü? Değişik falan yoxdur. Dümdüz parıltılı. Ay da fərqə bax. Bir dənə indi bunu böyle oynayanda tık-tık səs çıxaracaq. Hələ bunun arxasında mismar da var. Ay Allah, Reklam oldu. dəhşət. Bəyəndi, paxıllandı. Elə var. Hava hardasınız? Biz Zafrakada. Zapravka düştün ama maşında. Maşını Zafravk elədik. Ne deyirlər? Yəni Azərbaycanca buna deyirlər zapravka yox. Yanğın doldurma məstəri. Yəni deyirlər, yanğın doldurma məstəri. Yanacaq doldurma yetim bu da qammeri. Yanacaq doldurma məntəqəsi. Yanacaq doldurma məntəqəsindəyik. Burada nətərdir? Elə bir yanacağı alırsan pulun əlindən alırlar. Hə, belədir. Ben sizə nə tərk etiriyorsunuz? Öyle yavaş yavaş benden gidiyor. Hələ şəhərdən çıxmamış. Şəhərdən çıxmamışsa kartı boşaltmış. Bunu Şəhərə çıxmamışıq, dayının kartını boşaltdı. bu dəfə elə bil ki bu başqa gözdə görünür. Bu elə bil keçəl başı ötdü. Ayrısının adı nədir? Sərbaş kimdir? Salam qızlar, necəsiz? Bugün heç nə paylaşmamışam. Çünki yoldan gələndən bu yana heç istirahət eləməmişdik. Ona görə dedim bugün biraz istirahət eləyim. İstirahət eləyəndən sonra hələ indi çıxmışıq şəhərə. Həqiqətən bugün çox qəşəng hava var. Axır ki yağış dayanır. Siz nə edirsiniz, necəsiz? Biz çıxdıq, çox qəşəng hava var, gəzirik. Eşit. Mən zolağımla sürürəm. Bir üstümə çıxırdı, sağ olsun, sağ olsun. Hələ bir siqnal da verir. Sanki mən buna yol vermək məcburiyyətindəyəm. Nəysə. Nə deməyə açmışdım kameranı. Deyirəm ki, Gəncədə hamı bir-birini yaxşı tanıyır. Həqiqətən də. Çünki mən Bakıda qalmışam, amma orada yaşayandan sonra belə şəhərə çıxanda belə də, yəni heç kimi tanımır, eləmir. Amma burada çıxıram, hər gün demək rahat bir 5-6 nəfər görürəm də ən azı. Maşındakı əsəbimə toxundu. Yəni burada belədir də, marqat deyirsə mən ona yol verməliyəm, məcburiyyətindəyəm onun. Nəysə. Mən əvvəl maşın sürəndə qayda qanunları çoxsun yaxşı bilmirdim. Kim yol istəyir verirdim, zolağımdan çıxırdım, görürdüm getdiyim yerdə deyə hansısa küçədən falan adam çıxanda maşınla da o məni gözləməlidir, mən keçməliyim, yol mənimdir. Amma mən ona məcbur yol verirdim, çünki bilmirdim də, yəni dedim ki yol verim, əşik qoy bir də ki gedim də. Amma indi yox, mənə vüsal öyrədib və mən yol vermirəm. Çünki mən öz zolağımdan sürəm. Hə, verdiklərim olur o heç. Amma bəzi şoferlər sanki mən ona məcburam və yaxud üstümə sürür. Belə də baxırsan küçədən çıxır, promoy çıxır da baxmır, eləmir. Vüsal öyrədəndən sonra mən ümumiyyətlə heç kimə çalışdığım qədər yol vermirəm. Yəni özümü yolda fikrimi yayındırmıram da, düz yolumu sürürəm. Sən keçməsinsə qarşı yola çıx. Bayaqkıdakı yəni üstümə sürdüyü bəs deyil, hələ zolaqdan çıxdığı bəs deyilmiş kimi bir siqnalı da belə nə ki var basır. Mən də novinim. Gəncə və Gəncə küçələri. Çıxdım biraz hərrəməyə, amma maraqlı deyil, çünki axşamdır. Maşınımızda yuduzdurmaq lazımdır. Bugün yağış yağıb, nə gündədir.
Sabah axşam birazdan canlaşıram. Evə gedib. Bugün başım qarışıq olub. Bugün canlaşmamışam. Qızlar yazmışdı. Hardasan deyə. Nəniyə yol verək? Siz nə edirsiniz? Gəncənin bu tərəfində olanlar yazsın. Ay Allah, pəncərəmiz falan nə gündədir. Burada hələ də kösə mahnı soxuyur. Onun abu havasından çıxmayıblar. Və mən yenə Gəncəyə gəlmişəmsə, həmişə olduğu kimi mamamın arxasından araba sürürəm. Bakıda Vüsal mənim arxamda sürür, mən baxıram. Burada tam əksinə. Heç nədən xəbərsiz, özüm üçün Furandan mamam da seçir. Mamam deməli məndən dirəşmişim, mən xırt-xırt badımcanı evdə daha qəşəng eləyərəm. İndi xırt-xırt badımcanı üçün sos axtarır. Aha, tapıb. Qoyun görək. Qızlar, yadınızdadırsa bir ara sarımsaq turşusu Türkiyədə falan həqiqətən trendə idi. Belə. Bu mənim bacım həmişə xiyar turşusunun içindən götürüb yeyirdi də, yəni heç onu sınamamışam. Bir də bibərin içində labnelər, o heç, o dadlıdır, amma acıdır. Bir də bu. Risk edib dadına baxmamışam. Əgər tərifləsəz, desəz ki, çox qəşəngdir, dadına baxıbsa alıb baxaram dadına. Necə bir şeydir. Mən konservasını yeyirəm, belə çox dadlıdır, amma bunu inanmıram, dadlı olur. Bir də mənim ən sevdiyim şey, ürəyim 3 dənə bir şey istəyirsə, deyək, nə vaxtsa durduq yerə, üçündən biri də boğazdır. Amma bunu heç bəyənməm. Bu nə yəni? Niyə belədir? Gəncədə bir dənə yerdə qəşəngdir. Ora dəhşətdir də, yəni dəhşət verirlər, oradan alıram həmişə. İndi evə gedəndə çəkib paylaşacağım alanda. Görərsiniz, nətər böyükdür. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Aymanın gəlini sosial şəbəkədə anası, həyat yoldaşı və qaynanası ilə birlikdə yepyeni görüntülər paylaşıb. Həmin video və fotoları sizlərə təqdim edirəm. Videonu izləyib, xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın.